Sakinlər taksi sürücülərinə kömək məqsədilə bir adım atıblar. Təsəvvür eləyin ki, taksi sürücüləri aldadılmasın deyə deməli bir bildiriş yazıb yapışdırıblar. İndi birazdan göstərəcəyik. Sən demə, bəzi müştərilər üstündə pul yoxdur, gedib evdən gətirərəm adı ilə məhəllədə düşərək digər çıxışdan aradan çıxırmış. Binanın yerləşdiyi məhəllənin də 2 çıxışı var. Bəzi hiləgər müştərilərini axtaran, aldadılan taksi sürücülərinin əlindən bezən sərnişinlər də maraqlı yola əl atıblar. Nurlan çəkib göstərəcək, baxın. Bakının Nərimanov rayonunda sakinlər gecələr sükutun pozulmasından narahatdır. Deyirlər ki, taksi sürücüləri bloka daxil olur, yüksək səslə pul verməyən müştərini axtarırlar. Buna görə də sakinlər taksilərin aldanmaması və özlərinin rahatlığı üçün belə bir addım atıblar. Nərimanov rayonu Əliyar Əliyev 50 ünvanının sakinləri belə bir təşəbbüs irəli sürüb. Həmin təşəbbüs ondan ibarətdir ki, taksi sürücüləri aldanmasın. Yəni burada avtomobil saxlayır, müştərilər isə evdən pul gətirirəm adı ilə binaya doğru istiqamətlənir. Amma taksi sürücüsünün fikri yayındıqdan sonra həmin sərnişin, yəni müştəri bloka yox, binanın digər tərəfinə, yəni məhəllənin ikinci çıxışı ilə yola çıxmış olur. Bununla da taksi sürücüləri aldanır. Vallahi mən eşitmişim, nəsə belə olmuşdu. Və əgər idisə çoxdan idi. İndi yoxdur elə bir şey. Buradan gəlirlər deyib, burada saxla. Qutlu tərəf saxladır, hə, evdən pul götürən buradan doyana gedirlər. Bu aradan ora çıxış var. Yaşayan oğlan var idi, o vaxt açdı ki, da yazıqdır da taksi şoförləri. O da arada bir taksi işləyirdi. Sonra belə yazdı qoydu orada. Taksi sürücüləri isə sakinlərin bu addımını çox bəyənir. Onlar bildirir ki, müştərilər tərəfindən bu formada çox aldanırlar. Saxlamışıq, düşüb gediblər. Deyib, girim, pulu götürüm, gəlirəm. Elə o gedən çıxıb gedib, gəlməyib. Gözləmişik, dəqiqələrlə gözləmişik, gəlib çıxmayıblar. Daxil olmuşsunuz ki, həmin binaya elə adam varmı, yoxsa? Daxil olmuşuq, deyiblər ki, burada elə həmin adam yaşamır, yəni belə bir adam yoxdur. Elə gəldi, dedi ki, saxla burada, saxladım darvaza. Mən nə bilim ki, o qəbir sandığı məsələsi darvazasıdır, mən də yoxa çıxdı getdi də. Yəni bir dəfə olubdu. Yəni orada o işarəni mən TikTokda görmüşəm, sözün açığı yazılı. Elan quraşdırılandan sonra ərazidə taksi sürücülərinin aldadılması halları kəskin azalıb. Sakinlərin təşəbbüsü isə bir daha sübut edir ki, ictimai həmrəylik fırıldaqçıların qarşısını almaqda mühüm rol oynayır. Adətən deyirlər ki, taksilər bizi aldatdı, taksi sürücüləri aldatdı. Bu dəfə taksilər də aldadıblar. Nəticəni, çarəni belə tapıblar sakinlər.